Doğru olan ifadələri müəyyən edin. Demək, 1. Ekvatora yaxın ərazilərdə birbaşa havadan çökən yağıntıların miqdarı daha çoxdur. Xeyr, ekvatorda buludlu günlərin sayı çoxdur. Bu ərazidə havadan yox, buluddan düşən yağıntılar daha çoxdur. Buxarlama qabiliyyətinin az olduğu enliklərdə nisbi rütubəti yüksəkdir. Buxarlama qabiliyyəti az olduğu enliklər qütb enliklərinə xarakterik olur. Bu ərazilərdə bəli, nisbi rütubəti yüksəkdir. Yəni infrarütubət müşahidə olunur. Orta dağdan yüksək dağa doğru yağıntının miqdarı da artır. Demək, orta dağdan yağıntı artan dağlara doğru getdikdə dağın ətəyindən orta dağa qədər yüksəlir. Orta dağdan yüksək dağlar isə əsasən azalma müşahidə olunur. Demək ki, bu yanlış bənd olacaq. Buxarlanmanın miqdarı temperaturdan və səth örtüyündən asılıdır. Bəli, bu doğru bənd olacaq. Bütün əsas iqlim qurşaqları iki keçid iqlim qurşağına əhatə olunur. Burada bütün əsas iqlim deyir. Məsələn, qütblərdə olan Arktik, Antarktik bir keçid iqlimdən, yəni biri subarktik, biri subantarktikdən əmsələtdir. Yəni bir keçid iqlimdən əmsələtdir deyə bu yanlış bənd olar. Yüksək təzyiq qurşaqlarında bəli, enan hava və enan havada demək yağıntını azaldır. Demək ki, bizim burada doğru bəndimiz olacaq 2, 4, 6 bəndi.